Salam, hörmətli abituriyentlər. 10-cu sinifin mövzu sınağı 4-cü blok imtahanının izahlarına baxışlayırıq. Birinci sualda nümunənin düzgün təhlil sxemini müəyyən edin. Eldar kürəyini divara söykədi, gözlərini yumub bir qədər fikrə getdi. Burada həmciz xəbərli sadə cümlədir, mürəkkəb cümlə deyil. Nə etdi? Fikrə getdi, xəbərdir. Nə etdi? Söykədi, yenə xəbərdir. Kim söykədi? Kim fikrə getdi? Eldar mübtədadır. Nəyi söykədi? Nəyini söykədi? Kürəyini söykədi, tamamlıqdır. Divara söykədi. Nəyə söykədi? Bəzən bunu çaşa bilərlər, haraya söykədi? Yox, divara söykədi. Divara sözü nəyə sualına cavab verir, ona görə tamamlıqdır. Bir qədər fikrə getdi. Nə qədər fikrə getdi? Bir qədər zərflikdir. Necə fikrə getdi? Gözlərini yumub fikrə getdi. Gözlərini yumub feili bağlama tərkibidir və zərflikdir. Buna görə də həmin dediyimiz cümlə üzvləri D bəndində öz əksini tapıb, düzgün cavab D bəndidir. Hansı birləşmənin birinci tərəfindəki sonuncu samit fərqli tələffüz edilir? Bu birləşmələrdə həmişə birinci tərəfdən söz qutarandan sonra ona ikinci tərəfi başlayan sözə fikir vermək lazımdır. Əgər elə baxmasaq, düzgün cavaba çata bilmərik. A bəndində neft fontanı. Neft fontanı sonuncu samit T tələffüz edilmir. Neft fontanı. Samitlə başlayan söz gəldiyi üçün belə bir qayda var. Neft fontanı olacaq. B bəndində sərrast deyim. Bu da həmin qaydaya uyğundur. Çünki söz iki müxtəlif kar samitdən qutarıb və samitlə başlayan söz gəlib. Sərrast deyim. Yəni sonuncu T hərfi tələffüz edilmir. D bəndində qurd ağzı. Sözün sonu D ilə qurtarıb və saitlə başlanan söz artırıldığı üçün fərqli tələffüz edilməz. Qurd ağzı. Yəni D kimi də tələffüz edilir. E bəndində də dəqiq adam, dəqiq alınma sözü və K kimi tələffüz edilə bilər. Amma ondan sonra gələn saitə başlanan söz olduğu üçün Q kimi tələffüz edilir. C bəndində bəxt üzüyü. Burada bəxt sözündə iki müxtəlif kar samit yanaşı gəlib və ondan sonra saitlə başlanan söz gəldiyi üçün burada T hərfi T kimi yox, D kimi tələffüz edilir. Yəni bəxt üzüyü. Buna görə düzgün cavab C bəndidir. Frazeoloji birləşmələrə aid xüsusiyyətləri müəyyən edin. 1. Poetik funksiya daşıyır. Bu doğrudur. Frazeoloji birləşmələr çünki məcazi mənalı birləşmələrdir. Məcazi mənada işləndiyi üçün bu poetik funksiya daşıyır. Bu düzgün bir şey. Asılı tərəf birinci, əsas tərəf ikinci tərəfdir. Diqqətli olmaq lazımdır. Frazeoloji birləşmələrdə əsas və asılı tərəf olmaz. Deməli, iki heç birinə gedə bilməz. 3. Cümlədə yalnız feili xəbər olur. Bu da yanlış fikirdir. Çünki frazeoloji birləşmələr əgər məsdər şəklində və yaxud da feili sifət şəklində olarsa, ismi xəbər ola bilər. Amma feilin təsvirlənən formasında olarsa, feili xəbər vəzifəsində çıxış edə bilər. Deməli, frazeoloji birləşmələr həm də ismi xəbər ola bilər. 3 də doğru cavab deyil. Feili birləşmənin əsas tərəfi ola bilir. Bəli, frazeoloji birləşmələr feili birləşmənin əsas tərəfi ola bilər. Heç bir narahatçılıq olmur.
5-də də isim birləşməndə asıl tərəfi ola bilir. Bunlar doğru fikirlərdir. Ona görə də düzgün cavab B bəndi olacaq. Nümunələrin birində köməkçi nitq hissəsi işlənməmişdir. A. Bəlkə bu yerlərə bir də gəlmədim. Burada bəlkə köməkçi nitq hissəsidir, modal sözdür. Səninlə olduğum o gözəl illər niyə ömrümüzdən tələsdi getdi? Səninlə, lə burada qoşmada, yəni köməkçi nitq hissəsi var, şəkilçi variantında. D-də əlçatmaz dağların zirvəsinə dək, bu nə gözəllik, nə cahcalaldır. Zirvəsinə dək, dək də şəkilçi formasında olan qoşmadır, deməli var. Həm də nə gözəllik, nə. Dağların, meşənin düz arxasından çiçək tək çırtladı günəş üzümə. Çiçək tək qoşmadır, yəni köməkçi nitq hissəsi var. B bəndində ömrün kitabını tamamlamağa hələ tələsməsin əlimdə qələm. Bu cümlədə isə köməkçi nitq hissəsi yoxdur, hələ sözü zərfdir. Cavab B bəndidir. Biri söz birləşməsi deyil. A. Yaylaqda olmaq. Bu söz birləşməsidir, yəni mürəkkəb feil deyil. Kömək etmək, kömək olmaq belə olsaydı söz birləşməsi olmazdı. Amma burada söz birləşməsidir. B. Misal eləmək. Misal eləmək də misal yazmaq mənasındadır. Burada söz birləşməsidir. Gözə gəlmək. Gözə gəlmək doğrudur, sərbəst söz birləşməsi deyil, amma frazeoloji birləşmədir. Deməli, söz birləşməsidir. Dəniz tərəf. Burada müəyyən qədər lap diqqətli olmaq lazımdır, çünki tərəf sözü qoşma kimi işlənə bilər. Əgər dənizə tərəf olsaydı, bu söz birləşməsi olmazdı. Amma burada tərəf isim kimidir, yəni dəniz tərəf söz birləşməsidir. E bəndin imtahan haqqında çox rahat şəkildə biz bilirik ki, haqqında qoşmadır, köməkçi nitq hissəsi söz birləşməsinin tərəfi olmur. Buna görə də düzgün cavab E bəndidir. Hansı nümunədə ismi birləşmə işlənmişdir? Sellər, sular dərələrə hay salar. Burada ismi birləşmə yoxdur. C-də ayrılığın ürəkləri dağlayar. İsim birləşmə yoxdur, ümumiyyətlə söz birləşməsi yoxdur. D. Selinə qarışım, qoy axım, dağlar. Söz birləşməsi, isim birləşmə yoxdur. E-də sinəndən yurduma, qoy baxım, dağlar. Burada da söz birləşməsi yoxdur. B bəndində zümzüməli bulaqların çağlayar. Zümzüməli bulaqlar ismi birləşmədir. Buna görə də düzgün cavab B bəndidir. Mürəkkəb adlardan birinin yazılışı səhvdir. İsmayıllı rayon təhsil şöbəsi, hamısı böyük yazılır, təşkilat adı da doğrudur. Vətən müharibəsi qəhrəmanı, hamısı böyük yazılır, yəni baş hərflər doğrudur. İstiqlal ordeni, istiqlal dırnaq içərisindədir, orden kiçikdir, doğrudur. Qədim daş dövr, qədim də böyük, daş da böyük, dövrü kiçikdir, bu da doğrudur. A bəndində Bakı Dövlət Universitetinin Filologiya Fakültəsi. Burada sözlər hamısı böyük hərflə başlayıb, lakin bu yanlışdır, çünki fakültə sözü kiçik hərflə başlamalıydı. Buna görə də düzgün cavab A bəndi olacaq. Uzlaşma əlaqə pozulan, qrammatik norma pozulmayan cümləni müəyyən edin. Burada norma pozulması, pozulmayan və yaxud da pozulması, uzlaşma əlaqəsinin pozulması məsələlərinə diqqətli olmaq lazımdır. Qış yavaş-yavaş dağdan enirdi. Qış enirdi. Uzlaşma əlaqəsi də var, normada pozulmayıb. B-də
Ceyranlar tufan başladığına göre baş-başa durmuşdular. Ceyranlar durmuşdular və həm uzlaşma əlaqəsi yerindədir, həm də norma öz yerindədir. Bir neçə quzu qaçıb sürüyə qoşuldular. Burada həm qrammatik norma pozulub, həm də uzlaşma əlaqəsi pozulub. Gözəllər çıxıbdır seyrana gəlsin. Burada gözəllər çıxıbdır kəmiyyətə görə uzlaşma pozulub və eyni zamanda qrammatik norma da pozulub. Gözəllər çıxıbdır seyrana gəlsin. Burada inversiya baş verib. Təzəcə açılmış güllər gecənin sazağında elə bil titrəyirdi. Güllər titrəyirdi. Burada kəmiyyətə görə uzlaşma əlaqəsi pozulub. Güllər gecənin sazağında elə bil titrəyirdi. Güllər bitki, cansız əşya, yəni mübtəda olanda, cəmdə olanda xəbər təkdə olur. Buna görə burada norma da pozulmayıb, qrammatik norma öz yerindədir. Şərtimizə əməl edən cavab C bəndidir. Hansı sözlər ismi birləşmənin əsas tərəfi ola bilməz? 1. Baxdıqda, bu feili bağlamadır, ola bilməz. 2. Ola bilər, amma qoşma ilə qarışdırmayaq da. Evə tərəf o isim birləşmənin tərəfi olmaz, amma tərəf isim kimi olanda olar. Biz tərəf. Ola bilər. Gözəl. Gözəl sözü sifətdir. Lakin isim birləşmənin tərəfi ola bilər, əsas tərəfi ola bilər. Gördük. İsmi birləşmənin əsas tərəfi ola bilməz. Çünki bu təsvirlənən feildir. Savayıb qoşmadır, isim birləşmənin tərəfi ola bilməz. Ümumiyyətlə, söz birləşməsinin tərəfi ola bilməz. Deməli, cavab 1, 4, 5, D bəndidir. Nümunədə söz birləşməsi ilə ifadə olunan cümlə üzvlərini müəyyən edin. Bulaq zümzüməsi, şəlalə səsi, qırılmış könlümü ovuda bilər. Mehriban əllərin sasda gəzməsi, körpənin göz yaşın quruda bilər. Diqqətli olmaq lazımdır. Söz birləşməsi ilə ifadə olunan cümlə üzvlərini müəyyən edin. Bulaq zümzüməsi, şəlalə səsi. Deməli, cümlənin mübtədasıdır. Mübtəda olanı hökmən seçməliyik. İndi baxaq görək, digər cümlə ola bilərmi? Qırılmış könlümü ovuda bilər. Nəyi? Könlümü. Qırılmış könlümü söz birləşməsi olsa da bunlar bir yerdə deyil. Mehriban əllərin sasda gəzməsi, əllərin sasda gəzməsi. Mehriban əllər ayrı-ayrılıqda təhlil olunur. Ona görə də burada da düzgün deyil. Körpənin göz yaşın quruda bilər. Quruda bilər nə? Körpənin göz yaşını. Burada ellipsis baş verib. Yəni, təsirlik halda olan sözdür, isim birləşmədir. Körpənin göz yaşını, tamamlıqdır. Deməli, burada mübtəda və tamamlıq söz birləşməsi ilə ifadə olunub. Düzgün cavab E bəndidir. Verilmiş cümləyə əsaslanaraq cədvəldəki uyğun fikirləri müəyyən edin. Məktəbimizin bütün şagirdləri tədbirin hazırlanmasında fəal iştirak etdilər. Doğrudur, yanlışdır. Bütün cümlə üzvləri var. İştirak etdilər xəbər. Məktəbimizin bütün şagirdləri mübtəda.
Tədbirin hazırlanmasında tamamlıq, fəal zərflik. Burada təyin görmədik. Deməli, birinci yanlışdır. Biri çıxacaq. Yəni, A-la D gedir. Baş sözlər söz birləşmələri ilə ifadə olunmuşdur. Məktəbimizin bütün şahidləri söz birləşməsidir. Xəbər iştirak etdilərdir. İştirak etmək isə söz birləşməsi yox, mürəkkəb feildir. Deməli, 2 də düzgün olmayacaq. A, D, E bəndləri kənara çıxır. 3-də yazılıb, xəbər feilin xəbər şəklindədir. İştirak etdilər. Xəbərdir, feili xəbərdir və keçmiş zamandadır. Buna görə də bu feilin xəbər şəklində olur. Deməli, 3-ü düzgün tapsaq, doğru tapdıq. Artıq burada cavab 3, 4, 5 olacaq. Yəni C bəndidir. Biri feili birləşmədir. Dərs danışmağım. Burada ümumiyyətlə diqqətli olaq, bir də qaydacım ona. B bəndi dəniz sahili, isim birləşmədir. Sizin gülməyiniz. Burada birinci tərəf sizin əvəzi, ikinci tərəf isə məstər və məstərə mənsubiyyət şəkil çatdırılır. Bu tipli birləşmələr məstərlə mənim gülməyim, sənin gülməyin, sizin gülməyiniz ismi birləşmə hesab olunur. D bəndində sözü yerə düşmək, diqqətli olaq, sözü yerə düşmək. Bu, ilk baxışdan feili birləşməyə oxşayır, amma feili birləşmə deyil. Çünki sözü yerə düşmək frazeoloji birləşmədir. Buna görə də bu feili birləşmə hesab olunmur. E-də dost olmaq, bu da mürəkkəb feildir, söz birləşməsi deyil. A bəndinə qayda, dərs danışmaq. Bəzən şagirdlər, abituriyentlər burada çaşırlar. Dərs danışmağım ın mənsubiyyət şəkilsinə görə elə bilirlər ki, bu da ismi birləşmədir. Bunu isim birləşmə saymaq olmaz. Söz birləşmələrinin başlanğıc forması deyilən bir mövzu var, kiçik də olsa. Bu birləşmənin dərs danışmağım söz birləşməsinin başlanğıc forması dərs danışmaqdır. Dərs danışmaq da konkret şəkildə bilirik ki, feili birləşmədir. Əgər olsaydı mənim dərs danışmağım, bu isim birləşmə olardı. Lakin dərs danışmağım, onun başlanğıc forması dərs danışmaq, bu feili birləşmədir. Buna görə də düzgün cavab A bəndidir. İsmi birləşmə olsa da isimdən istifadə olunmayıb. İfadə vasitələrinə baxırıq. A. Şəhərdəki göydələnlər, şəhərdəki sifətdir, göydələn isə isimdir. Misri qılınc, qılınc isimdir. Mənim dediklərim, bu isimdən istifadə olunmayıb, amma isim birləşmə deyil. Mənim dediklərim feili birləşmədir. Sıldırım qaya, qaya isimdir. Deməli, bu da cavab deyil. C bəndinə fikir verək. Yüksək vəzifəlilər. Yüksək söz, yüksək vəzifəlilər ismi birləşmədir. Yüksək sifətdir, vəzifəli də sifətdir. Deməli, hər iki tərəf sifət olduğu üçün, həm də isim birləşmə olduğu üçün düzgün cavab C bəndidir. Bizim komanda yarışda qalib gəldi cümləsi ilə bağlı yanlış fikirləri müəyyən edin. İsmi birləşmənin tərəfləri cümlənin birlikdə üzvüdür. İsim birləşmə bizim komandadır. Bizim komanda üçüncü növ təyin söz birləşməsi olmasına baxmayaraq, ikinci tərəfdə mənsubiyyət şəkilsi ixtisar olunur. Bizim komandamız. Əgər bizim komandamız olsaydı, bizim komandamız tərəflər birlikdə cümlənin bir üzvü olardı. Lakin bu tipdə, bu şəkildə olanda bizim komanda birinci tərəf cümlənin təyin olacaq. Buna görə də bu yanlış fikirdir. Biri yadda saxladıq. 2. Feili birləşmə xəbər vəzifəsində
bizim yarışda qalib gəldi. Qalib gəldi. Yenə də diqqətli olaq ki, bu fiili birləşmə yox, bu frazeoloji birləşmədir. Ona görə də ikini də götürmədik. 1-2 artıq yanlış fikirdir. Deməli, A, B, C kənara qoyuruq. Ya D-dir, ya da E-dir. Baxaq 4-də. İsmi birləşmənin tərəfləri isimlərdən ibarətdir. İsim birləşmə bizim komandadır və bunun komanda əsas tərəf isimdir. Asılı tərəf isə şəxs əvəzi. Deməli, bu yanlışdır. 5-də də cümlədə təyin var. İzahda dedi ki, bəli, bizim sözü burada təyindir. Ona görə düzgün cavab, yəni yanlışlar 1, 2, 4-dür, cavab D bəndidir. Yalnız birində uzlaşma əlaqəsi var. Uzlaşma əlaqəsi asılı tərəfin şəxsə və kəmiyyətə görə əsas tərəflə uyğunlaşmasıdır. Artıq ikinci, üçüncü növ təyin söz birləşmələri arasında biz uzlaşma əlaqəsi axtarmırıq. Uzlaşma əlaqəsini mübtəda və xəbər arasında axtaracaq. A bəndi məktub yazdı, məktubu yazdı. Burada uzlaşma əlaqəsi yoxdur. O olsaydı, olardı, o məktub yazdı. B. Xeyirxah insan, bu isim birləşmədir. Burada da uzlaşma əlaqəsi yoxdur. C. Ehtiram, geri qayıt. Ehtiram mübtəda yox, xitabdır. Burada uzlaşma əlaqəsi yoxdur. Adil və sən mehribancasına görüşdü. Burada ümumiyyətlə qrammatik norma pozulub və burada uzlaşma əlaqəsi də pozulub, yoxdur. E. Qəsəbə səliqəlidir. Qəsəbə mübtəda, səliqəlidir, xəbərdir. Həm şəxsə, həm də kəmiyyətə görə uzlaşıb, düzgün cavab E bəndidir. Ana cəbhədəki oğluna isti corab toxuyurdu cümləsində hansı sözlər arasında sintaktik əlaqə yoxdur? A-da ana toxuyurdu. Mübtəda xəbər arasında əlaqə var. B. Cəbhədəki oğluna sintaktik əlaqə var. C. İsti corab əlaqə var. D. Corab toxuyurdu, corabı toxuyurdu əlaqə var. E bəndində ana oğluna. Ana və oğluna söz arasında qrammatik bağlılıq, yəni sintaktik əlaqə yoxdur. Buna görə düzgün cavab E bəndidir. Hansı cümlədə tamamlıq yoxdur? B. Qeyri-ixtiyari divar saatına baxdım. Nəyə baxdım? Divar saatına. Tamamlıq var. C. Paslanmış dəmir parçasından, nədən? Dəmir parçasından kotan düzətlər. Yenə 2 dənə tamamlıq var. D. Vətən yolunda şəhid olanları unutmarıq. Kimi? Vətən yolunda şəhid olanları feil-sifət tərkibidir, tamamlıqdır. E. Divarda boya ilə gözəl naxışlar çəkilmişdir. Nə ilə? Boya ilə. Bu da tamamlıqdır. A bəndinə diqqətlə baxaq. Heç ürəkdən şad olmayan adam gülərmi? Gülərmi? Xəbər. Kim? Adam. Hansı adam? Heç ürəkdən şad olmayan feil-sifət tərkibidir, cümlənin təyinidir. Deməli, tamamlıq olmayan cümlə A bəndindədir. Düzgün cavab A-dır. Hansı cümlədə təzə sözü zaman zərfliyidir? Təzə sözü həm sifət kimi işlənə bilər, həm zərf kimi işlənə bilər və ya onun cümlə üzvü vəzifəsinə də diqqətli olmaq lazımdır. A. Təzə aldığı paltarlar Leyliyə çox yaraşırdı. Təzə aldığı paltarlar, hansı paltarlar? Təzə aldığı. Yəni bu tərkibdə təyindir, ayrıqda zərflik deyil. Kitabxanaya təzə kitablar gətirilmişdi. Təzə kitablar təzə təyindir. Dediyiniz fikir təzə deyil birlikdə cümlənin xəbəridir. Bu avadanlıqlar heç də təzədən seçilmir.
Nədən seçilmir? Təzədən seçilmir. Nədən? Bu da tamamlıqdır. İlqar bizim kollektivə təzə qoşulmuşdu. Nə vaxt qoşulmuşdu? Təzə. Burada təzə sözü zaman zərfli idi. Deməli, düzgün cavab B bəndidir. Cədvələ əsasən düzgün fikirləri müəyyən edin. Elnurun çəkdiyi rəsm əsərləri nümayiş etdirilmək üçün sərgiyə göndərildi. Elnur imtahandan yüksək bal topladığı üçün çox sevinirdi. Birinci cümlə üçün məqsəd zərfliyi məstər tərkibi ilə ifadə olunub. Elnurun çəkdiyi rəsm əsərləri nümayiş etdirilmək üçün sərgiyə göndərildi. Məqsəd zərfliyi məstər tərkibi ilə ifadə olunub. Burada bir balaca diqqətli olmaq lazımdır. Göndərildi nə? Elnurun çəkdiyi rəsm əsərləri. Rəsm əsərləri. Hansı rəsm əsərləri? Elnurun çəkdiyi. Nümayiş etdirilmək üçün. Nümayiş etdirilmək. Bu məqsəd zərfliyi yox. Çünki məstər tərkibi ilə ifadə olunur. Məqsəd zərfliyi olsa da məstər tərkibi ilə ifadə olunmuyor. Yəni, nümayiş etdirilmək mürəkkəb fiildir. Buna görə də bu doğru fikir sayılmaz, yanlış fikir sayılar. Fiili sifət tərkibi təyin vəzifəsindədir. Rəsm əsərləri. Hansı rəsm əsərləri? Elnurun çəkdiyi. Bu doğrudur. 2-ni götürürük. 3. Xəbər qayıdış növdə olan feillə ifadə olunub. Göndərildi. O qayıdış növdə deyil, məchul növdədir. Ona görə də bu da doğru sayılmaz. İkinci cümlə. Elnur imtahandan yüksək bal topladığı üçün çox sevinirdi. Cümlədə bir zəflik var. Elnur imtahandan yüksək bal topladığı üçün çox sevinirdi. Bir zəflik yoxdur. Çünki çox burada zəflikdir. İmtahana yüksək bal topladığı üçün də zəflikdir. 2 zəflik var. Yəni yanlışdır. 5. Xəbər məlum növdə olan feillə ifadə olunub. Burada sevinirdi. Sevinmək sözü bir qədər adam çaşdıra bilər. Sevmək, sevinmək. Elə deyil. Sevinmək sadə feildir və məlum növdə sadə feil olduğu üçün məlum növ sayılacaq. 5. Doğrudur. Hər iki baş öz sadədir. Yəni cümlə özü olaraq sadə, söz olaraq deyilmir. Hər iki baş Elnur sadə mübtədadır, sevinirdi sadə xəbərdir. 2, 5, 6, yəni C bəndi doğru fikirdir. Hansı cümlədə söz birləşməsi ilə ifadə olunan cümlə üzvü var? Adam, zəhmət insanı kasıblıqdan xilas edər. Burada cümlə üzvləri söz birləşməsində ifadə olunmuyor. B. Yaxşı insan əməlləri ilə yaxşıdır. Söz birləşməsi olsa da yaxşı insan, onlar ayrı-ayrılıqdadır cümlə üzvü, bir yerdə deyil. Elman, oxuduğun kitabları da gətirərsən, oxuduğun kitablar söz birləşməsidir, amma birlikdə cümlə üzvü deyil. Kitablar ayrılıqda cümlə üzvüdür, oxuduğunda təyin. Müəllim qeyri-adi hadisələr haqqında danışırdı. Hadisələr haqqında, bu söz birləşməsi deyil, qeyri-adidə ayrılıqda cümlə üzvüdür, təyin. D bəndində kitablarımın bir qismini kitabxanaya bağışladım. Nəyi bağışladım? Kitablarımın bir qismini tamamlıqdır və söz birləşməsi ilə ifadə olunub. Düzgün cavab D bəndidir. Hörmətli müəllim, siz bu uşaqlara ana dilində yazıb oxumağı öyrədərsiniz. Nə edərsiniz? Öyrədərsiniz xəbər. Kim öyrədər? Siz öyrədərsiniz. Nəyi öyrədərsiniz?
ana dilində yazıb oxumağı feili bağlama məsdər tərkibidir. Buna görə də tamamlıqdır bir yerdə. Kimə öyrədərsiniz? Uşaqlara. Bu da ayrılıqdır, tamamlıqdır. Hansı uşaqlara? Bu uşaqlara. Bu da cümlənin təyinidir. Hörmətli müəllim isə xitabdır. Buna görə də o cümlə üzvü olmur. Düzgün sintaktik təhlil sxemi E bəndidir. Açıq tipli suallara keçəcək. Verilmiş cümlədə hansı cümlə üzvlərinə aid nümunələr var? Az danışmağın gözəlliyini dərk edən insan nüfuzdan düşməz. Nüfuzdan düşməz cümlənin xəbəridir. Kim? İnsan mübtədadır. Hansı insan? Az danışmağın gözəlliyini dərk edən. Bu da təyindir. Deməli, mübtəda, xəbər və təyin var. Düzgün cavab 1, 2 və 3-dür. Bir-biri ilə eyni köklü olan sözləri müəyyən edin. 1. Qırıq, 2. Qırçı, 3. Qırğın, 4. Qıraq, 5. Qırdığım, 6. Qırılmaq. Diqqətli olmaq lazımdır. Qırıq sözü qırmaq feilindən yaranıb. Qırçı sözü qır ismindən yaranıb. Qırğın sözü qırmaq feilindən yaranıb. Deməli, 1 ilə 3 artıq eyni köklüdür. 1, 3'ü götürürük. Qıraq sözü sadə feildir, olmaz. 5. Qırdığım kökü qırmaq feili olmağına baxmayaraq, dığım feili sifətin şəkilsidir və o qrammatik şəkilsidir. 6-da isə qırılmaq feili verilib, qırmaq feilindən yaranıb, feildən feil düzəlib və 6 da eyni köklüdür. Yəni 1, 3, 6. Yalnız köməkçi hissəsi kimi işlənən sözləri müəyyən edin. Birinci, tərəf. Tərəf sözündə həm isim kimi işlənə bilir tərəf, həm də qoşma kimi işlənə bilir. Ancaq həm bağlayıcı kimi, həm də ədat kimi işlənsə də, yenə də yalnız köməkçi kimi işlənir. Deməli, 2-ni yazırıq. 3. Tək sözü qoşma kimi də işlənə bilər, ədat kimi də işlənə bilər, amma sifət və zərf kimi də işlənə bilər. Deməli, 3 qaydaya uyğun olmadı. 3-ün sözü yalnız köməkçi hissəsi kimi və yalnız qoşma kimi işlənir. 4-ü də götürməliyik. Görə. Görə sənə görə, mənə görə. Qoşma kimi işlənər, amma eyni zamanda görə həm də feil kimi işlənər. Arzu şəklində. Deməli, onu da qəbul edə bilmərik. Bəli, yalnız ədat kimi işlənir. 2, 4, 6. Bütün cavablar 2, 4, 6 olacaq. Yalnız sadə sözlər işlənmiş cümlələri müəyyən edin. 1. Kəndin havası həmişə yazda çox gözəl olur. İlk baxışda burada hamısı sadədir, amma yazda sözü sadə deyil. Nə vaxt sualına cavab verir? Da leksik şəkilçi kimidir, zərf. Deməli, biri yaza bilmərik. 2. Elmanı çağırmaqdan gəlib məni çağırıb. Elman, burada adlı sadə olacaq. Çağırmaqdan, çağırmaq sadədir. Gəlib sadədir, məni sadədir, çağırıb sadədir. 2 doğrudur. 3. Nərgiz xalaya razılığımı bildirdim. Razı, razılıq. Burada düzəltmə söz var, olmadı. Oturanlara baxıb geri qayıtdı. Oturanlara, oturmaq sözün köküdür. An feili sifətin şəkilsidir, qrammatik şəkilsidir. Burada da leksik şəkilsi yoxdur. Yəni 4-ü də qeyd edirik. 5-də kürün səsindən başqa bir səs eşitmədim. Kür sadə, səsindən başqa bir səs eşitmədim. Sadə. 2, 4,
5. Düzgün cavab 2, 4, 5 olacaq. Uyğunluğu müəyyən edin. 1 və yazaq. 1 və 2. Yalnız baş üzvlərdən ibarət cümlələr, baş və ikinci dərəcə üzvlərdən ibarət cümlələr. A. Kənd cəmaatı elə bil yuxuya getmişdi. Kənd cəmaatı mübtəda, yuxuya getmişdi. Frazeoloji birləşmə deyilən xəbərdir, elə bil cümlə üzvü deyil. Deməli, A birinci şərtə uyğundur. B-də müstəqillik uğrunda mübarizə aparanlar meydandan çəkilmirlər. Çəkilmirlər xəbər. Kim? Müstəqillik uğrunda mübarizə aparanlar mübtəda. Hardan? Meydandan. Deməli, həm baş üzv var, həm də ikinci dərəcəli üzv var. B bura aid olacaq. Dədə babalarımızın özünə məxsus qayda qanunları var. Dədə babalarımızın özünə məxsus qayda qanunları mübtəda vardır xəbər. Deməli, yalnız baş üzvlərdir. C bir aid olacaq. Bəs kitab oxumusan bala? Burada oxumusan xəbər, bala xitabdır. Kitabı oxumusan. Yəni, burada tamamlıq var. Deməli, bu da aid olacaq. İkinciyə aid olacaq. D bəndi də buradadır. Bizim təklifimiz hamının xoşuna gəldi. Burada yalnız bizim təklifimiz mübtədadır. Hamının xoşuna gəldi də xəbərdir, frazeoloji birləşmədir. Deməli, E-ni də 1-ə yazmalı olacaq. 1, A, C, E, 2, B, D-dir. Mətni diqqətli oxuyun və 28-30-cu sualları cavablandırın. Qədim zamanlarda bir gəmi kapitanının çox böyük bir xəzinəsi var idi. O, bu xəzinəni gəmidəki öz otağında saxlayırdı. Bir gün kapitan yenə öz gəmisi ilə səfərə çıxdı. Kapitanın xəzinəsindən xəbər tutan bir oğru da onunla birlikdə gəmiyə mindi. Ancaq gəmidə onunla birlikdə bir neçə başqa sərnişin də var idi. Oğru öz-özünə bir plan qurmuşdu. O, əvvəlcə kapitanın xəzinəsini oğurlayacaq, sonra da bu xəzinəni öz otağında gizləyəcəkdi. Gəmi sahilə yan alan kimi isə xəzinəni götürüb qaçacaqdı. Nəhayət bir gün oğru kapitanın otağına getdi. Qapını döyən kimi kapitan içəridən "Kimdir?" deyə soruşdu. Bu vaxt oğru qapını açdı və "Üzr istəyirəm, elə bildim öz otağımdır" dedi. Amma kapitan çox ağıllı adam idi. O dəqiqə gələn adamın oğru olduğunu başa düşdü və vaxt itirmədən oğrunu tutdu. Biraz sorğu-sualdan sonra isə oğru günahını nöqtələr, hamı heyrətlə kapitandan "O adamın oğru olduğunu necə başa düşdünüz?" deyə soruşdu. Kapitan "Çox asan" deyə cavab verdi və izah etdi. Hamı kapitanın zəkasına heyran oldu. 28-ci sualda üzərində rəqəm yazılmış sözləri əsasən cədvəli tamamlayın. Deməli, birinci sözə fərqli mənada meyvə alan adam mənə tanış gəldi. Oradakı alan sözü məcazidir və onun yerinə həqiqi mənada olan cümlə işlətdik. İkinci cümlədə aradan çıxacaqdı, gözdən itəcəkdir və s. ifadələr yazmaq olar. 29-da mətnin məzmununa uyğun olaraq nöqtələrin yerinə hansı frazeoloji birləşmə və həqiqi mənalı söz yazmaq olar? Birinci frazeoloji birləşmə yazmaq olar. Boynuna aldı, boynuna götürdü. Həqiqi mənalı söz isə etiraf etdi kimi yazmaq olar. 30-cu sualda mətnin məzmununa uyğun kapitanın oğrunu necə müəyyən etdiyini bir neçə cümlə ilə izah edin. Düzgün cavab belədir.
Deməli, kapitan izah edir. Adam, insan öz otağına girəndə qapını döyməz. Ancaq o əvvəlcə mənim qapımı döydü. Sonra da üzr istəyirəm, elə bildim öz otağımdır, dedi. Buna uyğun fikirlər yazılsa, düzgün cavab olacaq. Diqqətinizə görə sağ olun. Hansı sözlər söz cümlə kimi işlənə bilər? Orada 5 söz verilir və həmin sözlər hansı nitq hissəsinə aid olduğunu bilməliyik. Sən birdə təbii sözü verilir. Bu moda sözdür. Təbii və yaxud da təbii ki, söz cümlə kimi işlənə bilir. Yaxşıdır. Yaxşıdır. Yaxşı moda söz olsa da yaxşıdır söz cümlə kimi ola bilmir. Çünki yaxşıdır tək işlənsə necədir sualına cavab verəcək. Ona görə o söz cümlə ola bilmir. 3. Əsla. Əsla ədatdır, inkar ədatıdır və söz cümlə ədatların bir qismi ola bilir. Əsas da əlbəttə təsdiq və inkar ədatları. Bəli, yox, xeyr, əsla. Və burada da 3 söz cümlə kimi işlənə bilər. 4-də kimi, bu qoşmadır. Kimi qoşması cümlə kimi, söz cümlə kimi işlənə bilmir. Yəni, qoşmalar ümumiyyətlə işlənə bilmir. Əsasən işlənir moda sözlər, ədatlar, bəzi moda sözlər, bəzi ədatlar, bəzi nidalar və xitablarla da işlənə bilər. 5-ci, təəssüf sözü verilib. Təəssüf sözdə moda sözdür. Təəssüf və təəssüf ki, hər ikisi bu şəkildə söz cümlə məqamında işlənə bilir. Deməli, düzgün cavab E'dir. 1, 3, 5.